Salam, hər vaxtınız xeyir olsun. Mənim adım Çingiz Ali Çingizdir və mən Master School Tədris Mərkəzi ingilis dili müəllimiyəm. Tələbələri doktorantura və magistratura hazırlaşdırırıq. Doktorantura ilə bağlı olacaq bizim podkastımız. Deməli, ilk müəllim, mənə bir çox tələbələr dəfələrlə eşidirəm ki, deyirlər ki, doktorantura çox çətindir, bəzi alınmayacaq, bəzi maneələr var. Bu fikirdən daşınırlar. Amma ki, yanında elə bir adam oturub ki, müəllim bu illəri doktoranturanı tam prosesi yekunlaşdırdı və fəlsəfə elmdən Riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Təbrik edib bu arada müəllim. Biraz bu proses haqqında sözləriniz olmasa məlumat. Təşəkkür edirəm Çingiz müəllim. Əslində bu söhbəti sizlə aparmağımız çox yaxşıdır, çox yerdən düşür və əslində prosesin içində bu qədər biri olaraqdan məndən bəzi şeyləri soruşmağınız düşünürəm ki, çox böyük bir incəlikdir və təbii ki, siz bu prosesi məndən də yaxşı bilirsiniz. Birincisi ona görə ki, Çingiz müəllimin özü hal-hazırda doktorantura prosesini məncə yekunlaşdırır artıq. Mənim inşallah yaxın zamanlarda daha artıq ilkin müzakirə mərhələsindədir. Yəni, mənim özü o prosesi keçmiş bir adamdır, amma təşəkkür edirəm ki, mənim də fikirlərini soruşur, öz tələbələri üçün də, digər doktorantura yazılışan tələbələri üçün də. Təbii ki, bu prosesin başlanğıc nöqtəsi magistratura oxumaqdır. Yəni, bu prosesə başlayan adamlar magistratura oxuyanlardır. Yəni, magistraturanı bitirib, sonra doktorantura yoluna çıxırlar. Birinci növbədə bunu deyim ki, Çingiz müəllim, doktorantura prosesi ağır prosesdir mi? Ağırdır. Bunu bəri başdan deyək. Yəni, doktorantura mən açıq və səmimi olaraq buradan deyim. Əgər doktoranturanı müəyyən bir zaman intervalına sığdırıb oxumaq planı olanlar varsa, o yola çıxmasınlar. Bu nə deməkdir? Yəni, mən əskərlik üçün doktoranturanı oxuyum və düşünürsə ki, 3 il əyani təhsil müddətində müdafiə edəcək. Bu mümkünsüz deyil, amma çox çətindir. Yəni, bunun olma ehtimalı çox aşağıdır. Tümboldə bizdə Azərbaycan reallığında açığı mənim, bizim elə ən azı müdafiə prosesi ən azı 1 il çəkən bir prosesdir. Çünki orada hələ hər şey qoyuram ki, hər şey çox yolunda və mükəmməl geçir və sənət işləri ən azı 1 il çəkir. Yəni, mənim yadımdadır ki, mən sənədlərimi tam yığıb o şeyə təqdim edəndə, Müdafiə Şurasını təqdim edəndə, mən təzəf xatırlamıramsa, bu qədər bir sənəd hazırlamışdım. Tam bu qədər idi, həqiqətən deyirəm. Yəni, bizim Müdafiə Şurasının elmi katibi var idi, sənədlər o qədər ağır idi ki, o özü götürə bilmirdi. Məndən hər zaman xahiş etdi ki, mən gələrsiz və sənədləri falan yerdən falan yerə aparar. Yəni, o qədər ağır bir sənəd, sünət, kağız-kubuz işləri var. Bürokratiyası. Amma mən onunla razıyam, tam razıyam. Özünüz də yeniləm, o prosesin başlanğıcında da olsaz, amma özünüz artıq o yerə girmişsiniz. Amma mən açıqcası səmimi olaraq deyirəm, doktorantura oxumağı məsləhət görürəm, bəli görürəm. Amma doktoranturanı bilinçli və düşüncəli şəkildə oxumaq lazımdır. Doktoranturanı oxumaq lazımdır ki, elmi dərəcəni artırmaq üçün, hərə öz sahəsində ali pedaqoji, akademik səviyyədə fəaliyyətlə məşğul olmaq üçün. Bayaq dedim o cümləni, bir daha da deyirəm. Doktoranturanı müəyyən bir limitli vaxta sığışdırıb doktorantura oxumağı planlayanlar varsa oxumasınlar. Yəni, məsələn, əskərlikdən möhlət alım deyə oxumasınlar. Nə bilim, məsələn, bizim xanım, tutaq ki, tələbələrimiz ya da magistranımızın çoxu indi əslində öz tələbələrimiz də elə doktoranturaya müraciət edir. Amma belə deyim, ailə həyatı qurana qədər uşaqlar balacadır, o vaxta qədər mən doktorantura oxuyum, aradan çıxardım. Yox, bu şeylərlə olmur. Doktorantura təhsili limitli, bir vaxta sığmır. Elmi pedaqoji fəaliyyətdir, prosesin özü çox ağır prosesdir, Ali Attestasiya Komissiyasının çox ciddi tələbləri var və açıq səmimi olaraq deyim, Çingiz müəllim, inşallah sizə də qismət olsun, özünüz gələndə görəcəksiniz. Yəni, indiki proses əvvəlki çox demirəm, 10 il bundan qabaqki prosesdən çox fərqlidir. İndi daha obyektivdir, məsələn, açıq deyim də, çox adamın fikrində bu var ki, bürokratik deməyim, digər vasitələr var, nə bilim, adam olmalıdır, tanış olmalıdır, nə bilim, nə olmalıdır. Təbii ki, bu şeylərin olmağı yaxşı bir şeylərdir, amma olmadan da onu eləmək olur. Mən açıq və səmimi olaraq deyirəm, bax, buradan da deyirəm. Məsələn, mənim nə adamım olmuyor, nə elə bir pulum olmuyor, açıq deyim. Amma, yox, həqiqətən səmimi olaraq deyirəm. Kimsə ki, məsələn, bilirəm də, məsələn, gəlirlər, yox, məsələn, filan yerdən təsdiq almaq üçün bu qədər pul vermək lazımdır. Yəni, mən bunu kimdənsə eşitməmişəm, mən bu prosesi yaşamışam və elə bir şey görməmişəm, nə də kimsə mənə onu ima edib, ona nəyəsə görən mənim işimi ləngidiblər. Bəli, ola bilər, nəsə indi orada bir proses ola bilər, prosesin gedişatında səndən xoşu gələn də ola bilər, xoşu gəlməyən də ola bilər, sənin elmi rəhbərindən xoşu gəlməyən ola bilər ki, bəlkə müəyyən bir nöqtələrdə qərəzli şəkildə işə yanaşa bilər, amma sən həqiqətən öz işini bilirsənsə, sən o sahənin həqiqətən özü bir mütəxəssis olaraq görürsənsə, heç kim sənə
mane olmayacaq. Artıq onlar da onu qəbul edəcəklər ki, sən bu işin mütəxəssissən. Mən səmimi olaraq deyirəm, mən Çingiz müəllim kimi bir adamın elmi səviyyədə, ali səviyyədə öz ixtisasından məsəl üçün deyirəm, məşğul olmağını ya da digər bizim çox müəllim yoldaşlarımız var ki, onların çoxuna mən məsləhət görürəm doktoranturaya gedib. Mənim doktoranturaya uşaqların, tələbələrin sizin kimi ya da bizim kimlərin doktoranturaya getməyini, yəni istəməyim nədir? Orada savadlı kadrlar olmalıdır. Ən böyük istəyim budur. Yaxşı işi bilən, ixtisasını yaxşı bilən, savadlı kadrlar oraya getmədikcə Çingiz müəllim, o ora boş qalır və o boşluğu artıq savadı olmayanlar, ixtisası bilməyənlər, layiq olmayanlar doldurur və bu gələcək üçün ciddi problemdir. Ona görə açıqcası məndən soruşsanız ki, mənim uşaqlara, yəni yekun olaraq məsləhət görürsünüzmü? Şiddətlə tövsiyə edirəm. Amma təbii ki, dediyim kimi də həqiqətən elmlə məşğul olmaq üçün, həqiqətən o adı almaq üçün, həqiqətən o motivasiyanı öz içinizdə hiss eləməyiniz üçün. Yoxsa nəyəsə görə yox, yəni məsəl üçün deyirəm, bayaq demək, bir nəsə də demiş olacaq, əskərlikdir, nə bilim, filan şeydir, ona görə doktoranturaya getməyin. Yəni bu işi gedən, mənim məsəl üçün açıq deyim də, çünki oxuma, müdafiə, işi yazma prosesim təxminən haradasa bir 6-7 il çəkdi. Yəni 7 il çəkdi həqiqətən. Yəni bunu gözə alıb getmək lazımdır. Mənim özümə şəxsən çox maraqlıdır. Sizi bu yolda ən çox motivasiya edən nə oldu? Ceyman, açıqcası mən belə açıq deyim. Yəni mən universiteti bitirdim, magistraturanı oxudum, sonra tamam başqa bir sahəyə yönəldim. Təbii ki, həyat qayğıları, rayondan gəlmiş bir uşaq olaraq o universitet bitirəndən sonra belə deyim də, yəni müəyyən tələbatlar, yəni mən pul qazanmalıydım, özüm üçün müəyyən bir güvəncə əldə eləməliydim və çalışmalıydım ki, yəni bir yerlərdə artıq özümə bir yer eləyə bilim və təbii ki, biraz da bəlkə belə lorezi də deyəcəm, amma pul da alınacaq, qaçmaq məcburiyyətinə qaldım və çox işlədik, çalışdım, ora. Düz haradasa 5 il, 6 ildən sonra mən təzədən bir də qayıtdım, yəni artıq universitetə, doktoranturaya qəbul oldum. Bəli, mənim üçün motivasiya açığı nə idi? Mən bir məna olaraq artıq qəbul eləmişdim ki, mən təhsilin içindəyəm, mən təhsillə məşğul oluram, mən tədrislə məşğul oluram, illərdə artıq bunu eləyirəm və mənim üçün ən böyük motivasiya oydu ki, mən bu işi görürəmsə, bunun ən ali səviyyəsində də bununla məşğul olmalıyım və bunun da ən ali səviyyəsi təbii ki, akademik fəaliyyətdir və mənim üçün həqiqətən, yəni 6 ildən sonra mənim ora qayıdıb və bunu doğrudan bu həvəsi mən düşünün də, yəni görün, harca mənim doktorantura qəbul olanda 31 yaşım var idi, belə 31 yaşımdaydım. Yəni, o motivasiya həqiqətən, mən universiteti bitirib, magistraturanı bitirən kimi doktorantura qəbul olmamışam. Bayaq dedim, bir daha da deyirəm, yəni mənim elə bir ətrafında bir adam da yox idi. Mən hər hansısa, məsəl üçün deyirəm, atam hər hansısa bir universitetin professoru deyildi, əmim nəbim haradasa elmlər doktoru deyildi. Amma mənim o prosesin təzdən qayıtmağımın ən böyük səbəbi, əslində yaxşı sual idi o, səmimi olaraq deyirəm, ən böyük motivasiyam gördüyüm işin ən yaxşı səviyyədə görmək. Yəni bir daha bunu istəyirdim ki, mən əgər təhsillə məşğulamsa, tədrisin içindəyəmsə, mən bu qədər tələbəm varsa, universitetdə dərs aparıramsa, mən bunu eləməliyəm. Yəni işimin ən yüksək səviyyə daşımağım düzdür. Həqiqətən çox əziyyət çəkdim, amma düşünürəm ki, elə də olmalıdır. Yəni o daha rahat olsa, məsələn, açıq deyim, məsələn, 2025-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan 14 nəfər var. Yəni, məsələn, 2013-dən bu tərəfə o say, mən səhv eləmirəmsə, müəyyən bir yerdə 181 nəfərdir. Yəni 2013-dən bu tərəfə düşünün, yəni 12 il ərzində 180 və bu kifayət qədər yaxşı bir insan, özü üçün də yaxşı bir insan, özünü özünə kanıtlamaq üçün də yaxşı bir şeydir. Yəni məsələn bir adam, məsəl üçün deyirəm, yəni ekoloq olar ya da məsələn filolog olar, hüquqşünas olar ya da məsəl üçün dizayner olar, yəni o adam da o sahədə özü üçün özünü artıq bir yerdə özünə sübut edir ki, mən bunun ən yaxşısını gördüm. Bu ən yaxşı proqramlarla işləyə bilirəm, bax bu layihə hazırlaya bilirəm. Məsələn, bu videonu bu şəkildə hazırlamışam, bax o mənim işimdir, ya da belə bir video çəkmişəm, bu mənim işimdir, ya da hüquq sahəsində belə bir iş görmüşəm, bu mənim işimdir. Mənim üçün də bu, bəlkə də özümə çox lazım imiş. İndi əslində onun üçün mən daha çox istəyirəm ki, özümə də lazım imiş. Yəni özümə elədiyim bəlkə də ən böyük yaxşılıqlardan biri idi bu adı almaq. Təbrik edirik. Təşəkkür edirəm mənim. İnşallah indi davamını sizdən gözləyirik. Maşallah bizim təhsil mərkəzimizdə doktorantura okuyan çox müəllimlərimiz var. Siz varsınız, Hamus müəllim var, Furaman müəllim var, Fidan xanım var. İnşallah artıq əsas odur ki, o bir şey elədik, başlanğıcı elədik, indi axarıncı olar inşallah. Mənim ən sonda
Bizim indiki tələbələrimizə nə deyə bilərsiniz, nə məsləhət verə bilərsiniz? Mən bütün hallarda əslində uşaqlara dərsdə də hərdən deyirəm. Mən təhsillə məşğul olmağı, elmlə məşğul olmağı hansı sahə olur olsun, sahələr nə olur olsun, onlara tövsiyə edirəm. Yəni bunu buraxmaq olmaz. Yəni mən bu gün bakalavr oxudum. Məsələn, uşaqlar bəzən gəlir mənə deyirlər ki, müəllim, adi pedaqoji ixtisaslar oxuyan, o günü məsələn biz Səbnə xanımla danışırdıq ki, elə bir videoda çəkək ki, yəni pedaqoji ixtisası oxuyan bir tələbədir. Deyir, mən magistr oxuyum, yoxsa MİQ-ə gedim. Yəni mən bu tələbəyə birinci izah edirəm ki, bunlar başqa şeylər deyil, tamam başqa şeylər. Yəni magistratura sənin öz ixtisasın üzrə, öz sahən üzrə bir inkişafdır, növbəti mərhələdir, təhsil növbəti pilləsidir. Sən özün üçün bir üst mərhələyə keçirsən. Amma MİQ amma nədir? Məsələn, MİQ işdir, artıq işdir. Yəni mən uşaqlara tövsiyəm nə olardı? Təbii ki, amma mən bunu da deyim, doktorantura oxumaq, elmi dərəcə almaq, hamı da bunun dalınca getməməlidir. Biz hərdən ateş məqamında söhbət edirik. Yəni, həm yerlərdən məhdud. Həm yox, yəni yerlərdən əlavə, müəllim, buna gücü olan adamlar getməlidir. Hamı gedib fəlsəfə doktoru olmayacaq ki, hamı gedib alim olmayacaq ki, hamı gedib yaxşı bir vəkil də ola bilər, məsələn, hüquq sahəsində, amma bir adam yaxşı bir hüquq üzrə yaxşı bir alim ola bilər. Yəni, bunu bacara biləcək adam, bunu özündə istəyən adam, biraz çoxlu da olacaq bəlkə, amma həqiqətən buna layiq olan adamlar ora getməlidirlər, amma getməklərini tövsiyə edirəm. Əsas məqsəd. Məqsəd təbii ki, nə olur olsun. Mən bir məşhur riyaziyyatçı var, onu da deyim. Ali Nesin, siz bəlkə eşitməmisiniz, Aziz Nesin var, Türkiyəli məşhur yazıcı, adını eşitərsiniz, onun oğludur. Ali Nesin riyaziyyatçıdır, məşhur riyaziyyatçıdır. Ona bir gün sual verirlər ki, yəni hamı riyaziyyatçı ola bilərmi? Yəni riyaziyyatla məşğul ola bilərmi? Deyir ki, bəli olar. Yetər ki, orta zəkalı bir adam, yox çox yaxşı riyaziyyatçı ola bilər, amma çox çalışmalıdır. İstəyi olmalıdır, məqsədi olmalıdır. Bəli, hamı dahi ola bilməz, amma hamı yaxşı riyaziyyatçı ola bilər. Onun üçün əsas siz dediyiniz kimi məqsəddir, bir də çalışmaqdır, əziyyət çəkmək lazımdır. Mənim bu arada da bizim bu bazar günü imtahanımız var. Demək minimum imtahan olacaq. Bizim tələbələrimiz bu imtahanda iştirak edəcək inşallah ki, olur. Uğurlar arzu edirəm hamısına, həqiqətən minimum imtahanı indi bir böyük bir şeyə keçib, problemə çevrilir. Və bu minimum imtahanı həqiqətən artıq doktorant olanlar üçündür, yəni qəbul üçün deyil. Həm hər birinə uğurlar arzu edirəm, inşallah ki, keçərlər, yollarına davam edirlər. İnşallah. Çox sağ olun, mənim çox xoş oldu. Mən təşəkkür edirəm, çünki mən minnətdaram. Düşünürəm ki, belə podkastları tez eləmək lazımdır. Eləmək lazım, çox faydalı olacaq. Çox faydalı. Tələbələr üçün də maraqlı olacaq. Minnətdaram, təşəkkür edirəm. Sağ olun.